8-ci sual. Səhv bəndi müəyyən edin. X xromosom yığımına malik hüceyrələrdə Y bölünmə baş verə bilər. Bəli. 3 gen-dən mitoz əmələ gələ bilər. Bəli, 3 gen mitoz edə bilər, yenidən 3 gen əmələ gələr. N meyoz bölünmə. Xeyr, N-dən meyoz olmaz. Yəni azala bilər. N-dən N bölü 2 qədər xromosom sayı ola bilər. Biz də bu cür xromosom sayı yazmırdıq. Ona görə B yanlışdır. Digərinə baxaq. 2N mitoz edə bilər. Bəli. N mitoz edə bilər. Bəli. Çünki bu nə deməkdir? Yəni 2N-dən 2N əmələ gəlir. N-dirsə hüceyrənin başlanğıcı, N-dən N əmələ gəlir. Çünki mitoz bölünmədə nə deyirdik? Ana hüceyrədə olan xromosom sayı əmələ gələn qız hüceyrələrdə də eyni sayda xromosom sayı olar. N-dən N əmələ gəlir. 2N meyoz edə bilər. Çünki 2N meyoz etdikdə N haploid xromosom dəstinə malik hüceyrələr əmələ gələ bilər. Yanlış olan B variantıdır. Meyoz bölünmədə DNT-nin ikiləşməsi baş verir. Meyoz bölünmədə DNT-nin ikiləşməsi, ümumiyyətlə meyoz 1 var, meyoz 2 var. Meyoz 1-in birinci meyoz bölünmənin interfazasında bəli, DNT-nin ikiləşməsi baş verə bilər. Amma ikinci interfazada DNT ikiləşməsi baş vermirdi. Doğru cavab C variantı. Məməli heyvanın bir toxumluğunda 100 hüceyrə əvvəlcə bir dəfə mitoz yolla bölünmüş, əmələ gələn hüceyrələrin hər biri meyoz bölünmə keçirmişdir. Meyoz bölünmələr nəticəsində meyoz bölünmə nəticəsində cəmi neçə qamet yarandığını hesablayın. Toxumluğunda 100 hüceyrə hər bir dəfə mitoz keçirmişdir. Bir dəfə mitoz keçirdikdə biz bilirik ki, 2 hüceyrə əmələ gəlir. 100 dənə hüceyrə mitoz keçiribsə, cavab eləyir 200 ədəd hüceyrə. Əmələ gələn bu 200 hüceyrələrin hər biri də meyoz bölünmə keçirib. Yəni, bir dənə hüceyrə meyoz bölünmə keçirdikdə 4 ədəd hüceyrə əmələ gəlirdisə, 200 hüceyrə də meyoz yolla bölünsə 800 ədəd hüceyrə yarandığını bilərik. Toxumluqda dedikdə, yəni toxumluqda da hüceyrə sayı qamet sayına bərabər idi. Əgər 800 hüceyrə yaranıbsa 800 qamet deməkdir. Doğru cavab A variantı. Şəkildə təsvir edilmişdir. Diqqətli baxsaq, şəkildə biz görərik ki, telefaza mərhələsidir. Amma hansı canlıların telefaza mərhələsidir, ona baxaq. Məsələn, boğumlanaraq bölünmə hüceyrənin mitoz bölünməsinin telefaza mərhələsidir ki, bu heyvan hüceyrəsində baş verir. Niyə heyvan hüceyrəsi də onlardan götürür? Elə şəkilə diqqət edəsik, hüceyrə mərkəzinin olması, bir də boğumlanaraq bölünmə, yəni xaricdən daxilə doğru bölünmə heyvan hüceyrəsinin telefaza mərhələsidir. Doğru cavab A variantı. Yanlış fikri müəyyən edin. Öz-özünə tozlanan diploid xromosom yığımlı bir ləpəli bitkidə. Bir ləpəli bitki xromosom sayı yumurta hüceyrənin xromosom sayından 2 dəfə çoxdur. Yəni ziqotun xromosom sayı. Bəli, öz-özünə tozlanan bir bitkidirsə, onun qametləri N əmələ gəlir 2N ziqot. Bəli, ziqotun xromosom sayı yumurta hüceyrənin xromosom sayından 2 dəfə çoxdur. Doğrudur. Endospermi triploid hüceyrədən başlanğıc götürür, düzdür. Çünki mərkəzi hüceyrə öz-özünə tozlanan toxumda mərkəzi hüceyrə 2N-dir, yumurta spermi N olar, cəmi 3N olar. Doğrudur. Tolcuq dişiciyin ağızcığına düşərək cücərir. Bəli, yadınızda qalsın, tolcuq dənəciyinin cücərməyi məhz dişiciyin ağızcığında baş verirdi. Düzdür. Spermisi qamçısız olduğu üçün aktiv hərəkət edə bilmir. Bəli, öz-özünə tozlanan bitkilərdir. Ümumiyyətlə, toxumlu bitkilərin spermisi hərəkətsizdir. Tolcuq borusu erkəkcik saplağı ilə birləşir. Xeyr, öz-özünə tozlanan bitkilərdə tolcuq borusu hara birləşirdi? Sütuncuğun içərisi ilə birləşərək yumurtacığa birləşir. Yumurtacıqdan ruşeym kisəsinə daxil olur. Əgər yadınızda qalsın, tolcuq borusu yumurtacığa birləşibsə və yaxud da ruşeym kisəsinə tolcuq borusu daxil olubsa, bu o deməkdir ki, bəzən bizə bildirmirlər spermlərin daxil olmasını. Deyirlər ki, tolcuq borusu ruşeym kisəsinə, yumurtacığa daxil olub. Bu deməkdir ki, artıq ruşeym kisəsində 2 ədəd spermi vardır. Yanlış olan Y variantıdır. Toyuğun somatik hüceyrəsində xromosom müxtəlifliyi N olarsa, qametində autosom xromosom sayı neçə olar? Biz bilirik ki, toyuq heteroqametdir. Heteroqametlərdə
Xromosom müxtəlifliyi əgər n veribsə, deməli bunun normalda necə idi xromosom müxtəlifliyi? Haploid xromosomun bir vahid çoxdur. Düzdür, n-dir. Amma qametində atosom xromosom sayı nəyə bərabər idi? N çıxaq 1-ə. Biz də belə bir toyuğu rahat əgər bilirsinizsə, 2n bərabərdir 78, n bərabərdir 39. Onun xromosom müxtəlifliyi 39-un üstə 1 gələrik, yəni n olar 40. N 40-dır. Çünki heteroqamet olduğuna görə. Atosom xromosom sayı isə qametindən bir vahid az 39-dursa, 39-da 1 çıxarıq 38. İndi verilən variantlar içərisində elə rəqəm tapmalıyıq ki, n-imiz nə qədər idi? 40. 40-dan 2-ni çıxmaqla cavab eləyər 38 atosom xromosom sayı. Bu cürdə yaza bilərsiniz. Məməli heyvanda spermatogenez prosesinin böyümə, yetişmə mərhələsində DNT-nin miqdarının dəyişməsi qrafikdə göstərilmişdir. Məməli heyvanda spermatogenezin prosesinin böyümə, yetişmə mərhələsində DNT-nin miqdarının dəyişməsi göstərilmişdir. Gəlin baxaq. Haploiddən diploida qalxıb, diploiddən 76-ya. Bu canlının qametində neçə xromosom olar? Diqqətlə baxsaq, qametində bu canlının elə 19 ədəd xromosom olar. Çünki 19-un DNT miqdarı 2 dəfə artıb 38, 38-dən 76-ya. Düzdür, sintetik mərhələdə. Amma qametdə haploid xromosom dəsti vardır, 19 ədəd. Digərinə baxaq. Çiçəkdə tozcuq girəcəyi, əla, bu da yaxşı sualdır. Çiçəkdə tozcuq girəcəyi nə deməkdir? Bayaq dedim, tozcuq girəcəyi, tozcuq borusunun girəcəyi harda olur? Dişiciyin yumurtacığında olur. Yadınızda qalsın, tozcuq girəcəyi məhz dişiciyin yumurtacığında olur. Uşeym kisəsinə girən hissədə. Doğru cavab C variantıdır. Dişiciyin ağızcığında yox, tozcuq dişiciyin ağızcığında cücərir. Amma tozcuq girəcəyi, o tozcuq borusu deyilən hissədir. Həmin o tozcuq borusu dişiciyin yumurtacığında olur. 36. Toxumluğun yetişmə mərhələsini əks etdirən sxemdə X, Y, Z ilə işarələnmiş hüceyrələrin xromosom sayının düzgün müqayisə verildiyi bəndi müəyyən edin. Bəli, deyir ki, yetişmə mərhələsində. Artıq bu nə deməkdir? Üçüncü mərhələ olan yetişmə zonasıdır ki, daxil olan da X, X daxil olan hüceyrədə xromosom sayı 2N-ə bərabərdir. Artıq bir Y bu birinci bölünmədir, N2C-dir. Bu isə ikinci bölünmədir, N-C-dir. Xromosom sayı necə ola bilər? Deməli, Y ilə Z bir-birinə bərabər olar, Y ilə Z bir-birinə, X isə onlardan çox olar. Çünki diploid xromosom dəstinə malikdir. Ona görə doğru cavab B variantı, yetişmə mərhələsi. Toxumluğun yetişmə mərhələsini əks etdirən verilmiş sxemə əsasən düzgün fikri göstərin. Əla, bu toxumluğun yetişmə mərhələsi daxil olan hüceyrənin xromosom dəstidir. Birinci meyozdur, ikinci meyozdur. Diqqətlə baxaq 37-ci suala. X, Y ilə göstərilmiş hüceyrələrdə xromosom sayları eynidir. Bəli, hər ikisi haploiddir. Y ilə göstərilmiş hüceyrə bölünəndə homoloji xromosom konjugasiya prosesi gedir. Konjugasiya prosesi, bəli, birinci profazada baş verir. Y ilə göstərilmiş hüceyrədə xromosom sayı xromatid sayına bərabərdir. Y-də bir dəqiqə göstərmişdir. Y ilə göstərilmiş hüceyrədə xromosom sayı xromatid sayına bərabərdir. Xeyr, bax burada yanlışdır. Bir dəqiqə baxaq. Z ilə göstərilmiş hüceyrədə xromosomlar 2 xromatidlidir. Z ilə göstərilmiş hüceyrədə xromosomlar 2 xromatidlidir. Bu da yanlışdır. Çünki orada bir dəqiqə bizdən nəyi soruşur? Düzgün fikri. Bəli, Z ilə göstərilmiş hüceyrələrdə xromosomlar 2 xromatidli deyil, 1 xromatidlidir. Bu da yanlışdır. Z də yanlışdır. Y xromosom sayı xromatid sayına bərabərdir. Bu da yanlışdır. C də yanlışdır. Homoloji xromosomlar arasında konjugasiya prosesi gedir. Bu Y doğru ola bilər. Baxaq. X, Y göstərilmiş hüceyrədə xromosom sayları eynidir. Yanlışdır. 2N-dir, N-dir. X ilə göstərilmiş hüceyrə bölünəndə hüceyrə qütblərinə 2 xromatidli xromosomlar çəkilir. X ilə göstərilmiş hüceyrə qütblərinə bölündükdə
Bəli, bax bu fikir doğrudur. 2 xromatidli xromosomlar. Çünki birinci bölünmədə bir başlanğıc hüceyrədə, bir hüceyrədə 2 xromatidli xromosomlar kütüplərə çəkilir. Doğru cavab Y variantıdır. İndi qayıdaq B variantına. Y ilə göstərilmiş hüceyrə bölünəndə homoloji xromosomlar arasında konjugasiya prosesi gedir. Yəni mütləq şəkildə konjugasiya prosesi getmir. Y ilə göstərilmiş hüceyrə bölünəndə homoloji xromosom konjugasiya prosesi gedir. Əslində konjugasiya prosesi gedir. Meyoz profazanın biridir. Krassingover getməyə bilər. Burada məsələ düzgün fikir həm B variantı olur, həm də Y variantı olur. Ola bilər testdə səhvlik olub, toxumluğun yetişmə mərhələsini əks etdirən. Bəli, B də doğru gəlir. Çünki birinci meyozdur. Birinci meyozda da konjugasiya prosesi baş verir. Homoloji xromosomlar arasında düzdür. Hüceyrə bölümü kütüplərinə 2 xromatidli xromosomlar çəkilir. İkisi də o da doğru fikirdir. Belə. Digərinə baxaq 38. Mezoderma mənşəli deyil. Mezoderma mənşəli deyil. Bunu verilənlər içərisində sinir sistemidir ki, ektoderma mənşəlidir. Digərləri məhz mezoderma mənşəlidir. İnsanın cinsiyyət vəzlərində gametogeniz zamanı hansı mərhələ və ya mərhələlərdə haploid xromosomlu hüceyrələr ola bilər? Hansında çoxalmada mitozdur, böyümə interfazadır, yetişmə meyozdur. Məhz yetişmə mərhələsində haploid xromosomlu hüceyrələr ola bilər. 39-da Y variantı. Heyvan orqanizm toxumluğunda gametogeniz zamanı hansı mərhələ və ya mərhələlərdə hüceyrələrdə DNT-nin molekulunun replikasiyası, yəni ikiləşməsi baş verir. Bu yadınızda qalsın. Həm mitoz bölünmədə, həm böyümədə, həm meyoz bölünmədə, yəni yetişmə mərhələsində DNT-nin ikiləşməsi baş verir. Ona görə hər üçündə bir dəqiqə 40-cı suala baxaq. Yox, hər üçünü çoxalmadan böyümə mərhələsində bəli, DNT-nin ikiləşməsi baş verə bilər. Artıq yetişmə zonasında DNT ikiləşdikdən sonra hara daxil olur yetişmə mərhələsinə. Ona görə mitozda da, böyümə mərhələsində də DNT-nin ikiləşməsi baş verə bilər. Cədvəldə verilmiş toxumu əmələ gətirən yumurtacıqda mayalanmamış yumurta hüceyrənin xromosom sayını hesablayın. Yumurta hüceyrə ilə sperminin xromosom sayları eyni deyil. Endosperm hüceyrəsinin nüvəsindəki xromosom sayı M, Ruşeym hüceyrəsindəki nüvəsindəki xromosom sayı N. Deyir ki, toxumu əmələ gətirən yumurtacıqda mayalanmamış yumurta hüceyrənin xromosom dəsti, yəni yumurta hüceyrənin xromosom dəstini. Bunu bir qayda olaraq yadınızda saxlayın ki, burada da deyir ki, yumurta hüceyrə sperm xromosom sayları eyni deyil. Yəni endosperm hüceyrəsinin nüvəsindəki olan xromosom sayına Ruşeym hüceyrəsindəki nüvəsindəki xromosom sayını çıxmaqla M-ən, yəni N-i çıxmaqla biz yumurta hüceyrənin sayını tapa bilərik. Yəni məyaxud da öz-özünə tozlanan bir bitkidə 3N-dən 2N-i çıxmaqla N-idir. N-dəki məhz yumurta hüceyrənin xromosom sayını göstərir. Doğru cavab D variantı. M çıxaq N. Bədxassəli kişilərə aid deyil. Metastaz verir, insanı arıqladır, sürətlə böyüyür, orqanizmi zəhərləyir. Bəli, toxumaları dağıtmır. Yanlışdır. Əslində bədxassəli kişilər artıq toxumaları dağıdır və metastaz edir. 43-cü suala baxaq. Çiçəyin yumurtacığında 2 qat mayalanmada bilavasitə iştirak edən hüceyrələrdəki xromosomların cəmi M, yumurta hüceyrənin xromosom sayı N olarsa, bu yumurtacıqdan əmələ gələn toxumun endosperm hüceyrəsində neçə xromosom olar? Burada məsləhət görürəm ki, yerinə rəqəmlər qoymaq sizə daha rahat olar. 2 qat mayalanmada bilavasitə iştirak edən hüceyrələrdəki xromosom sayının cəmi M olarsa, yəni hansı hüceyrələr idi? Bilirdik ki, yumurta hüceyrədir, mərkəzi hüceyrə idi, sperm idi. Yumurta hüceyrə N-dirsə, mərkəzi hüceyrəsi olacaq 2N. Bunları da bilmirik, X-dir. Məsəl üçün, X qədər götürək və yumurta hüceyrənin yerinə qiymət qoysaq, məsəl üçün 6, 3 götürək, az götürək, 3-dür. Mərkəzi hüceyrə 6-dır.
Düzdür? Spermlərdə elə 3-3 götürək xromosom dəstini. Deyir ki, bu hüceyrənin xromosomsa yumurta hüceyrəsi N3-dürsə, toxumun endosperm hüceyrəsində neçə xromosom olar? Ümumilikdə bunu toplamalıyıq ki, M-imiz nəyə bərabərdir? Cəmi M nəyə bərabərdir? 3 üstə gələk 6 eləyər nə qədər? 9. 9-un üstə də 3 gələrsiz, eləyər 6 gələrsiz, eləyər 15. Deməli, təzdən yazıram ki, M bərabərdir 15-ə. N nə qədər idi? 3-ə. Endosperm hüceyrəsinin xromosom dəsti necə tapırdıq? Mərkəzi hüceyrənin üzərinə bir dənə sperm əmələ gəlirdi. 6 idi mərkəzi hüceyrə, bayaq yerinə qoyduq. 3 də sperm idi. Eləməliyik ki, cavabımız 9 alsın. Verilənlər içərisində bax, məsələn 15, üstə gələk 3, 18. 18-i mən 2-yə bölməklə 9 almış olaram. M üstə gələk N bölək 2-yə. Çəkinməyin, özünüzdən qiymət qoya bilərsiniz. Yəni yumurta hüceyrə 3 qoyduzsa, tez mərkəzi hüceyrəni deyərsiniz ki, 6-dır. Çünki həmişə yumurta hüceyrənin 2 qatıdır mərkəzi hüceyrə. Spermlərdə yenə eyni götürə bilərsiniz. Xromosom sayını eyni götürə bilərsiniz. Bax, bayaqki məsələ şərtində demişdik ki, yumurta hüceyrə və spermin xromosom sayları eyni deyil, amma bu məsələ şərtində verilməyib. Eynidir, yaxud da müxtəlifdir. Ona görə eyni də götürə bilərsiniz. Doğru cavab C variantı. Dişicik yumurtalığının yumurtacıqlarında ruşeym kisəsində mayalanmadan bilavasitə əvvəl cəmi 63 hüceyrə olarsa, yumurtacıqlarda 2 qat mayalanma prosesində maksimum neçə erkək qamet iştirak etməlidir? Spermlər ruşeym kisəsinə daxil olub. Biz də bilirik ki, yumurtalığın yumurtacığında ruşeym kisəsində 63 hüceyrə olarsa, bir ruşeym kisəsində, bax minimuma gedin, bir ruşeym kisəsində spermlər də daxil olubsa, neçə hüceyrə var? 9 ədəd hüceyrədir. Bu hüceyrələr hansılardır? Bir dənə mərkəzi hüceyrə, bir dənə yumurta hüceyrə, 2 dənə spermi, 5 dənə istiqamətləndirici cisimcik. 9 hüceyrə var. Bəs 63 hüceyrə olduqda nə qədər ruşeym kisəsi var? Deyirik ki, 63-ü bölərik 9-a, 7 ruşeym kisəsi. 2 qat mayalanma prosesində də neçə erkək qamet iştirak edir? Yadınızda qalsın, bir ruşeym kisəsində 2 sperm iştirak edir. Bəs 7 dənə ruşeym kisəsində nə qədər sperm iştirak edir? 14 ədəd. Doğru cavab 14. Bir ruşeym kisəsində həmişə 2 sperm olur çiçəkli bitkidə. 7 dənə ruşeym kisəsində isə 14 olar. Dişicik yumurtalığının yumurtacıqlarında, ruşeym kisələrində mayalanmadan bilavasitə əvvəl cəmi 63 hüceyrə olarsa, bu yumurtacıqda 2 qat mayalanma prosesində maksimum neçə hüceyrə iştirak etməlidir? Spermlər ruşeym kisəsinə daxil olub. Yenə spermlər ruşeym kisəsinə daxil olubsa, bir ruşeym kisəsində 9 hüceyrə var. Təkrar deməyəcəm hansılardır. 63-ü bölərəm 9-a edər 7 ruşeym kisəsi. Yadınızda qalsın 7 ruşeym kisəsi. İndi yenə minimuma gedək. Bir dənə ruşeym kisəsində 2 qat mayalanmada iştirak edən hüceyrə sayı 4 ədəddir. Bir mərkəz hüceyrə, bir yumurta hüceyrə, 2 ədəd sperm. 4 hüceyrə iştirak edir. Bax, 2 qat mayalanmada diqqətli olun. Bir ruşeym kisəsində. Bəs 7 ruşeym kisəsində nə qədər hüceyrə iştirak edər? 7-ni vurarsınız 4-ə, 28 ədəd. Eukariot orqanizmin hüceyrəsində 2 xromatidli xromosomları sitoplazmada sərbəst halda müşahidə etmək olar. Deyir ki, 2 xromatidli xromosomları sitoplazmada sərbəst halda müşahidə etmək olar. Hansı fazasında olar? Bu təbii ki, artıq nüvə qılafı həll olub, xromosomlar sitoplazmada sərbəstdirsə, deməli profazadan sonraki metafaza mərhələsində müşahidə etmək olar. Doğru cavab A variantı. 47-ci sual. Cədvələ əsasən hansı ruşeym və ruşeymlərdə 2 sinir borusu inkişaf edə bilər? Xorda heyvanların ruşeymləri 1, 2, 3 verilibdir. Ruşeymlər üzərində aparılan təcrübələr. Bax, bu diqqət yetirək, bu yeni sualdır. Necədir? Ümumiyyətlə, bir ruşeym təbəqəsinin inkişaf etməsi üçün mütləq digər ruşeym təbəqəsi də lazımdır. Yəni, bir-biri ilə onlar qarşılıqlı əlaqəlidir. Birinci ruşeymə baxaq. Bel ektodermasının altındakı mezoderma qatı götürülmüşdür. Bax, belə yazım. Bir dənə bel ektodermasıdır. Bel ektodermasının altında mezoderma qatı çıxarılıb.
Onun yerinə həmin ruşemin, bax bu həmin sözü bizə lazım olacaq. Həmin ruşemin qarın ektodermasından, bu bel idi. Qarın ektodermasının altındakı mezoderma qatını götürüb həmin bu bel ektodermasının altından götürülmüş mezoderma qatına yerləşdirilir. Bunu çıxardılıb. Burada neçə sinir borusu əmələ gələr? Bir dənə sinir borusu. Bizdə deyir ki, 2 sinir borusu. Yenə deyirəm birincini, bel ektodermasının altından bel ektosu var, bir də qarın ektoderması var. Bel ektodermasının altındakı mezoderma qatını çıxartdılar, qoydular bir kənara. Digər həmin bu ruşemin qarın ektodermasının altında olan mezoderma qatını bel ektodermasının altına yerləşdirdikdə bu zaman bir sinir borusu inkişaf edər. Digərinə baxaq. Qarın ektodermasının altındakı, indi diqqətli, qarın ektodermasının altındakı mezoderma qatı çıxarıldı. İndi bu mezodermanı çıxartdıq. Yerinə başqa ruşemin, yəni bu başqa sözü bizə köməyimizə çatır. Başqa ruşemin, digər ruşemin bel ektodermasının altından çıxardılmış mezoderma qatını gətirirlər. Digər ruşemin qarın ektodermasının altından götürülmüş mezoderma qatının yerinə qoyulur və bu zaman 2 sinir borusu inkişaf edir. Yerinə başqa ruşemin ektodermasından istifadə edildiyinə görə bu zaman 2 sinir borusu inkişaf edəcək. Digərinə baxaq. Bel və qarın ektoderması altındakı mezoderma qatları tam götürülmüşdür. Sonra bel ektodermasının altından götürülmüş mezoderma qatı həmin ruşemin qarın ektoderma qatının altında yerləşdirilibdir. Yenə o birincidə olduğu kimidir ki, burada da bir sinir borusudur. Bunun üzərində bir də təkrar qayıdacağım. Birinci ruşemin bel ektodermasının altındakı mezoderma qatı götürüldü. Həmin ruşemin qarın ektodermasının altında olan mezoderma qatı həmin ruşemin götürülmüş bel ektodermasının altında yerləşdirilir. Bu zaman bir sinir borusu inkişaf edir. 3-ə qayıdıram. Bel və qarın ektoderması var. Hər ikisinin altındakı mezoderma qatı götürülübdür. Mezoderma qatı götürüldükdə bel ektodermasının altından götürülmüş mezoderma qatını qarın ektodermasının altındakı mezodermaya yerləşdirilir. Bu zaman bir sinir qatı əmələ gəlir. Eyni ruşemin götürüldüyünə görə. Amma ikincidə başqa ruşemin bel ektodermasının altındakı mezoderma qatı qoyulursa, ona görə burada 2 sinir borusu inkişaf edər. Doğru cavab burada B variantıdır. Çoxhüceyrəli orqanizmlərdə gametogenez prosesi ilə bağlı verilmiş fikirlərdən hansı yanlışdır? Gametogenez, yəni qametlərin əmələ gəlməsidir ki, baxaq. Çoxalma mərhələsində hüceyrələrdəki xromosomlar 2 xromatidli ola bilməz. Niyə ola bilməz? Məsəl üçün biz deyirik ki, profazada, metafazada, mitozun profaza, metafaza mərhələsində xromosomlar 2 xromatidli idi. 2N4C idi. 2 xromatidli ola bilərdi. A yanlışdır. Digərinə baxaq. Yetişmə mərhələsində daxil olan hüceyrələrdə xromosomlar 2 xromatidli olur. Bəli, yetişmə mərhələsində daxil olan hüceyrələrdə xromosomlar 2 xromatidli olur. Yetişmə mərhələsinin sonunda əmələ gələn hüceyrələr haploid xromosom dəsti olur. Tamamilə doğrudur. Meyuz yolla haploid. Böyümə mərhələsində bölünmə prosesi getmir. Bəli, böyümə mərhələsində hüceyrənin bölünmə, yəni nə deməkdir? O mitoz, meyuz getmir. Yalnız böyümə mərhələsində olur, interfazada. Doğru fikirdir. Bölünmə bilirsiniz də nədir? Hüceyrənin bölünməsi, mitoz, meyuz. Yetişmə mərhələsində hüceyrələr meyuz yolla bölünməyə məruz qalır. Tamamilə doğrudur. Y variantı. Boşluqlara uyğun, bizdə doğru cavab, yəni yanlış olan A variantıdır. Y doğru cavabdır. Boşluqlara uyğun gələn ifadələri müəyyən edin. Diploid xromosom dəstə çiçəkli bitkinin ruşeym hissəsində bir sıra proseslər baş verir. Nəticədə ruşeym hissəsində 6 ədəd haploid, yəni 6 ədəd haploid, 1 ədəd yumurta hüceyrə, 5 ədəd istiqamətləndirici cisimcik, hər biri haploiddə 6 ədəd və 1 ədəd diploid xromosom yığımlı mərkəzi hüceyrə olur.
Ruşeym kisəsi 3, 6 B variantı. Mitoz bölünmənin şəkildə göstərilmiş fazasında baş vermir. Bu mitoz bölünmənin anafaza mərhələsidir ki, qız xromatidlərinin ayrılması, bəli bölünmə vətərlərinin qısalması baş verir. Hüceyrə kütüklərinə bir xromatidə xromosomlar çəkilir. Xromosom sayı artır buna görə, bəli, amma xromatid sayı artmırdı. Necə idi ki, metafazada 4C idisə, məhz anafazada da 4C-yə bərabər olur. Doğru cavab D variantı. Verilmiş canlılardan hansıları yumurta hüceyrəsində yumurta sarısının parçalanması prosesi tam getmir? Dedik ki, bu yumurta sarısı çox olan canlılardır ki, məsəl üçün misal göstərmək olar, quşlarda, sürünənlərdə, ibtidai məməlilərdə 1-dən 4-dür. Yumurta sarısı tam parçalanmır. Orada parçalanmaya məruz qalan yalnız ruşeym diskidir. Doğru cavab 1 və 4. 2-nin bərabər 8 xromosomlu hüceyrə mitoz yolla bölünmüşdür. Bu hüceyrənin bölünməsi zamanı xromosom sayında baş verən dəyişikliklər hansı bənddə doğru verilmişdir? Profaza verilib, metafaza, anafaza, telefaza. Biz heç bu cədvəl sizi bəlkə də çox gözünüzü yorar, amma dəqiq bilirik ki, 2-nin bərabər 8-dirsə, profazada da elə 8 olacaq. Olduğu kimi metafazada bilirik ki 8'dir. Nədən bilirik? 2N, 4C düsturu 2N, 4C. Anafaza mərhələsində artıq 2 dəfə artır. 4N olurdu, 16 olur ona görə. Telefazada yenə 8'e bərabər olar mitozda. Ona görə doğru cavab C variantıdır ki 8 profazada, metafazada 8, anafazada 2 dəfə artır 16, telefazada yenidən azalır 8 ədəd olur. Doğru cavab C variantı.